Çerişkova gəlmişdi. O zamanda Emel Sayın da gəlmişdi. Mən də hökumət konserti də dedi, ay Zeynəb xanım, Çerişkova gəlir, sən türk mahnısı oxuyursan, türk qızı üçün. O da durub ayaq üstə əl çalır belə. Mən ürəyim istəyib oxumuşam da. Kim istəyir, desin Çerişkova üçün oxusun. Mən oxuyurum, millətimdir, gəlib də oxuyuram. Sonra mənə 3 ay buraxmadılar, qadağa qoydular. Heydər müəllimi axı həmişə izləyirdi məni. Günlərin bir günü hansısa belə yığıncaq idi, nə idi? Zeynəb, sən niyə oxumursan belə? Dedim, nə bilim, vallahi mən türk mahnısı oxumuşam. Türk mahnısı oxudum ki, mənə 3 ayını. Nə? Əcəb eləmişsən. Yaxşı eləmişsən oxumusan. Türk mənim millətimdir. Əcəb eləmişsən, sabahdan çıxacaqsan səhnəyə.